Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bugünkü vloqumda evə lazım olan ərzaqlar alınmışdı. Onları tərəvəzləri idi çoxsu. Onları yerləşdirdim. Badımcahandı, biber, pomidor, e, sonra qarpız, yemiş, çuğundur, kök, alma. Onları ən çox mən sokunu içirəm. Onun üçün belə alıram ara sıra. Elə vaxt olur ayda 10 günmü, 8 günmü, bir həftəmi belə kökdü, almadı, çuğundurdu içirəm. Heç sevmirəm qızlar, çuğundurun salatıdır falan, heç bir şeyini yemirəm. Bir dənə məcburən sokunu edib içirəm. Belə qızlar, ərzaqları, daha doğrusu tərəvəzləri yerləşdirdim soyuducuya. Sonra işləyənlər var, ustalar var, işləyirlər evdə. Onların çaylarını hazırladım, şirniyyatlarını, qəndqablarını öncədən göndəriş etmişəm. Sonra çaylarını, termoslarını hazırladım, verdim, onlar da apardı. Sonra ana yeməyi hazırlamağa başladı. Məndə xiyar həyətdən yığılmışdı, bu xiyar, tikanlı xiyar, pomidor, soğan, sarımsaq, nanə, acı biber, şirin biber, bir də reyhan. Salat kimi qarışıq bir uqsuzsuz şorba hazırlayacağam, tutma hazırlayacağım. Hər birisini, xiyarların da baş hissəsini götürdüm, yəni istifadə etmirəm. Baş hissələrini atdıqdan sonra qalanını hər birisini belə bu formada doğradım. Qabın içərisinə soğanı, xiyarı, pomidoru, reyhanı hər birisini, sarımsağını əlavə etdim. Sonra yığdım bir-bir bankalara. Belə qızlar, qış hazırlıqları başlayıb artıq. Biz də yavaş-yavaş əlimizdə olanlardan hazırlamağa çalışırıq. Belə qızlar, salatı hazırladım. Sonra bankaları yudum, təmizlədim, yığdım. Qızlar, bu aralar o qədər unutqan olmuşam ki, videonun yarı hissəsini çəkirəm. Yarı hissəsini yadımdan çıxır, yəni unuduram, çəkiliş etmirəm. Həmin o hissələrdəndir ki, banka yığdığım vaxtları, yəni hissələri çəkiliş etməmişəm. Qarğıdalıda var idi, evdə alınmışdı. Biraz da kənddən pay gəlmişdi Qarğıdalı. Oğlum qəşəngcə soydu, yığdım qazana, yığdım qazana. Suyunu da əlavə edib qoydum, bu da qaynasın. Bankalarda su qoymuşam, qaynasın bu arada. Bankalarda yığım içərisinə bir yarım saat 40 dəqiqə qaynasın. Sonra uqsuzsuz dediyim kimi duz əlavə etmişəm. Hər bankanın içərisinə bir dolu olmayan xörək qaşığı duz əlavə etmişəm. Suyunu da əlavə etdim bankalarına, şorabanı. Sonra qoydum qaynamağa. Təxmini yarım saat 40 dəqiqə qaynadıqdan sonra götürdüm, qəşəngcə qapağını sıxıb şorabamızı qışa hazırlıq üçün saxlamaq, sərin bir yerdə saxlamaq üçün göndəriş etdim. Belə.
Yumurtaları da hazırlayana qədər soku da çəkdim. Çoxundur, çörək dediyim kimi almanı da çəkdim. Yarım stəkan belə suyunu soku çıxdı. Sonra bunu da içməli oldum, məcburən içdim. Sonra keçdim işlərimin davamını görməyə. Belə qızlar, yemək də hazırdır. Dediyim kimi ana yeməyi hazırlamışdı. Başladım ustalarında salatlarını, çörəklərini hazırlamağa. Onların yeməyini, salatlarını hazırladım. Ev əhlinin də salat süfrəsini yəni hazırladım. Yeməyimizi yeyib yığışdırdıq. Ustalar getdikdən sonra qonaq otağında, aşağı mərtəbənin qonaq otağında işləyirlər. Oranı da biraz qısaca çəkiş edib videonun içərisinə yerləşdirdim. Belə qızlar, bu günlük bu qədər. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz, bəyəniniz mənim videomun önə çıxmağında böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Dediyim kimi bu da sonda çəkiş etdim. Ustalar getdikdən sonra qonaq otağının son halı. Belə qızlar, sağ olun, sağlıqla qalın.